deyirəm, arvad No, tərəfə no, no, yıxılmaq, no. bax buna deyərlər. Azərbaycanda son 3 ildə 200 nəfər arvadının soyadına keçib. Bunu Ədliyyə Nazirliyi məlumat yayıb. Bəs siz necə düşünürsünüz? Sizcə arvadın soyadını keçmək düzgündürmü? Və yaxud da ki, arvad öz soyadında qalsa yaxşıdır, və yaxud da hər iki cütlük öz soyadında qalsa daha yaxşıdır. Siz necə düşünürsünüz? Amma əvvəldə deyirəm, arvadlar öz soyadını keçirdiyinizsə, kişilər arvad tərəfə yıxılır, arvadın soyadını keçirir. Nə bilim valla.